hoş gördük değerli izleyiciler. Her vaxtınız xeyir olsun. Yeniden ben Dilşad Abbaseli kızı. Bugün televizya ekranlarından yok, məhz YouTube kanalında sizlerle birlikte olacağım. Önce kısa bir özümü tanıtım videosu ile sizle başlayacağım. Ben Dilşad Abbaseli kızı, beynəlxalq jurnalistliğini bitirmişim, ixtisasım jurnalisti ve ben 1993 ildən 97 ile kadar AzTV, Azərbaycan Televiziya və Radiosunda iqtisadiyyat və vətənpərvərlik redaksiyasında böyük redaktor işləmişəm və daha sonra deməli Yurt Yeri qəzetində baş redaktor işləmişəm və 2001-ci ildə Samanyolu televiziyası o vaxt Azərbaycanda fəaliyyət göstərirdi. Orada Yurt Yeri verilişinin aparıcısı olmuşam və daha sonra 2004-cü ildən 2012-ci ilə qədər İctimai Televiziyada redaktor vəzifəsində çalışmışam. Və onu da deyim ki, İctimai Televiziyadan mən oradan çıxandan sonra Barış Televiziyasında, Türkiyə Televiziyasında Azərbaycanın əsintilər verilişini silsilə olaraq ayda 2 dəfə deməli veriliş layihə rəhbəri olaraq orada veriliş etmişəm. Azərbaycanımızın mədəniyyətini, kültürünü, nə gözəllikləri var Azərbaycandan əsintilər verilişində təqdim olunur. Və demək olar ki 17-ci ildən 2018-ci ilə qədər Azərbaycandan əsintilər verilişim Lider Televiziyasında fəaliyyətə başlamışıq öz layihəmlə və 2018-ci ildən ta Lider Televiziyası bağlanana qədər, yəni 2021-ci ilə qədər həftə içi 5 gün, əlbəttə kimin könüllündə qalmışamsa, yəqin ki bilirlər, 2021-ci ilə qədər həftə içi 5 gün Gecənin Sehrində verilişinin hər gün canlı aparıcısı olmuşam. Könüllərə yol tapmaq üçün də bugün yenidən fəaliyyətimi davam etdirmək üçün Dilşad TV YouTube kanalı açdım. İlk dəfə sizlə qısaca belə canlı sizinlə tanıtım qısa bir videosu hazırlamaq istədim və onu da deyim ki, hal-hazırda da yenə öz layihəmi sizlərlə həftə içi 3 gün və həftədə də bir dəfə canlı yayımla sizin qarşınızda olacağım değerli tamaşaçılar. Yenə də həmişə olduğu kimi çalışacağım ki, milli dəyərlərimizə önəm verim. Çünki mənim verilişimdə həmişə millilik daha öndə gedib. Bax beləcə, Allah amanında yenidən görüşənə qədər.